Problemdə. Bir ay ərzində 92 nəfər müxtəlif səbəblərdən zəhərləndi. Zəhərlənmənin əlamətləri müşahidə olunarsa, necə ilkin müdaxilə etməliyik? Ən əsası, doğru bildiyimiz yanlışlar nələrdir? Komandamız araşdırıb. Qəzalar paytaxt yollarından da yan keçmədi. Qaydalara laqeydlik müxtəlif ünvanlarda qəzalara səbəb oldu. Yol nəqliyyat hadisələri an-ban kameralarla qeydə alındı. Abay Kunanbayev küçəsindəki yeraltı keçidin bağlanması piyadaların narazılığına səbəb olur. İnsanlar yolu qarşı tərəfə keçmək üçün 2 kilometr yol qət etməlidirlər. Onların probleminə komandamız çarə axtarıb. Diqqətiniz bizdə olsun. Şəhərin mərkəzində yolun ortasındakı qaz borusu sakinləri təşvişə salıb. Təhlükə ilə üz-üzə qaldığını deyən sakinlər problemə danışdı. Məsul qurumun məsələyə münasibəti necə olacaq? Qonşu küçələrdə su şırhaşırla gəlir. Burada yaşayanlarsa əlində bidonlarla su daşıyır. Adı su problemi ilə qoşa çəkilən Binə qəsəbəsi Südçülük safxozu sakinlərinin səsinə səs verən tapılacaqmı? Problemə sonadək baxsaz, bundan da xəbərdar olacaqsınız. İndi isə daha ətraflı, xeyir işə yollanan 4 qadın qəzaya düşüb. Masallı istiqamətində hərəkətdə olan avtomobildə qəzaya düşənlər özləri də qohum olublar. Nəqliyyat vasitəsi idarə etmədən çıxaraq aşıb ağır qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bir nəfərsə təəssüf ki, ölüb. Masallıda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölümlə nəticələnən qəza Masallı rayonunun Həsənli kəndində baş verib. Kənd sakini 35 yaşlı Fərmudə Hüseynovanın idarə etdiyi Nissan Sani markalı avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hal-hazırda xəstələrdən 3-ünün müalicəsi cərrahi şöbəsinə davam etdirilir. Onlardan 2-sinin vəziyyəti stabil, birinin vəziyyəti orta ağır qiymətləndirilir. Bütün reanimasyon tədbirlərə və həkimlərimizin səyinə baxmayaraq saat 14:40 radələrində 1961-ci il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınmışdır. Masallı rayonunun Həsənli kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır. Ən ciddi sağlamlıq problemlərindən biri zəhərlənmədir ki, bir çoxu bunu adi bir şey kimi qəbul eləyir. Əksər insanlar həkimə ancaq vəziyyəti ağırlaşanda müraciət edirlər. Lakin zəhərlənmə ilə zarafat etmək olmaz. Biz adətən öyrəşmişik ki, toksikologiya şöbəsinin qapısını ən çox yayda, isti havalarda döyürlər. Amma noyabr ayında qeydə alınan say da kifayət qədər çox olub. Təəssüf ki, ötən ay zəhərlənənlərdən 3-ünü xilas etmək mümkün olmayıb. Bu fakt özü zəhərlənmə zamanı vaxt itirmədən həkimə getməli olduğumuzu göstərir. Ən azından növbəti statistik açıqlamalarda bir rəqəm olmamaq üçün. Lakin ən əsas məsələ həkimə qədər ilkin müdaxilələrdir. Yox, təkcə edilməli olanlardan danışmıram. Mövzunu araşdıran komandamız bu vaxtadək doğru bildiyimiz yanlışları da göstərəcək. Gerdə qoyduğumuz ay həm də zəhərlənmələrlə yadda qaldı. Noyabr ayında ümumilikdə 92 nəfər bu diaqnozla kliniki tibbi mərkəzə yerləşdirildi. Zərər çəkənlər dərman, sirkə turşusu, eləcə də dəm qazı, kimyəvi məhsullar və başqa səbəblərdən zəhərlənib. Statistika onu deyir ki, zəhərlənmə hadisələri mövsüm tanınır. İstər qışda, istərsə də yay aylarında oxşar hadisələr qeydə alınır. Kliniki tibbi mərkəzdən verilən məlumata görə zəhərlənən 3 nəfərin həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb.
2025-ci ilin noyabr ayında Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsinə ümumilikdə 92 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub. Vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 89 pasientin vəziyyəti stabilləşdirilib. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub. Bəzən istifadə edilən sirkənin gücü nəzərə alınmır və ya ağrını kəsmək üçün içilən bir dərman vaxt keçdikcə təsirini artırır. Ya da dəm qazının qoxusu hiss olunmadığından insan başına nə gələcəyini ancaq nəfəsi çatmayanda anlayır. Sadaladığımız bu situasiyaların hər birinin isə özünə məxsus yardım növü var. İlk yardımın düzgün olmaması pasiyentlərin vəziyyətini ağırlaşdıran başlıca səbəb ola bilər. Belə olan halda situasiya hətta ölümlə də nəticələnir. Yəni panika, çaşqınlıq və nəticədə qəbul edilən yanlış qərarla zəhərlənmə daha da təhlükəli hal ola bilər. Zəhərlənmənin növündən asılı olaraq ilk yardım tədbirləri də fərqlənir. Məsələn, sirkə turşusu ilə zəhərlənmələr, hansı ki, məsələn, bu ay müəyyən ölüm səbəbləri də gətirib çıxarmışdı. Burada ilk bilmək lazımdır ki, birinci növbədə heç vaxt xəstəyə su və ya digər maye verib onu qusturmaq olmaz. Çünki bir dəfə həmin turşu mədə qida borusunu yandıra gedib. Başqa bir zəhərlənmə növü isə zəhərli həşəratların və ya sürünənlərin sancması nəticəsində baş verir. Əksəriyyət isə el arasında yayıldığı kimi zənn edir ki, ilan sancması zamanı zəhər sovrularaq bədəndən çıxarılmalı və ya yaralı olan hissə sıxılmalıdır ki, zəhər bədənə yayılmasın. Amma həkim İsmail Əfəndiyevin sözlərinə görə bunların tam əksini etmək lazımdır. Yəni bütün bunlar tamamilə cəfəngiyatdır. Birinci növbədə bilmək lazımdır ki, ilan sancmalarda heç vaxt sıxıcı turnaj qut qoymaq olmaz. Çünki hətta qısa müddətdə həmin sıxıcı ətrafa qoysaz, ondan sonra həmin zəhərlənmənin gedişatı qat-qat pis, ağır olacaq. Belə hallarda yaranı kəsmək, oradan hansı zəhərli qan sormaq və digər şeyləri etmək heç bir əhəmiyyət daşımır. Ekspertin sözlərindən bu nəticəyə gəlmək olur ki, ilk tibbi yardım həyat qurtarsa da, yardım zamanı bilməyərəkdən edilən səhvlər bəzi hallarda ölümə daha da yaxınlaşdıra bilir. Ona görə də bu cür vəziyyətdə qaydaları bilmək, panikaya qapılmamaq yeganə çıxış yoludur. Gülay Bədirli, Rahim Mustafayev, Real. Qəzalar paytaxt yollarında da aktuallığını qoruyub saxlayıb. Səhər saat 7 radələrində Binə qəsəbəsində 160A sayılı avtobusun törətdiyi qəza təəssüf ki, ölümlə nəticələnib. Samir Loğmanoğlu Mamedovun sözü gedən marşrut xətti üzrə idarə etdiyi Dayvo markalı avtobusu ilə qəsəbə ərazisində bir piyadanı vurması faktı qeydə alınıb. Ağır xəsarətlər alan piyada 1977-ci il təvəllüdlü Vurğun Cəliloğlu Əliyev hadisə yerində ölüb. Faktla bağlı Xəzər rayon polis idarəsində cinayət işi başlanıb. Piyadalardan söz düşmüşkən Binəqədi rayonu Abay Kunanbayev küçəsi ilə gedib gələn piyadaların da işi çox çətindir. Hər hansısa qəzanın qurbanı olmamaq üçün sakinlər istəyir ki, yolu təhlükəsiz şəkildə keçə bilsinlər. Amma təəssüf ki, ərazidə ən işlək yeraltı piyada keçidlərindən biri təmirə bağlanıb. Alternativ olaraq istifadə etməyə başqa keçid də yoxdur. Daha doğrusu var, amma